Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Qarabağın prezidenti Tahir Gözəl pul kisəsinin ağzını açdı. Qış transfer pəncərəsində bir çox futbolçular transfer olunacaq. Onların adlarını sizlərə təqdim edəcəm. Bugün o qədər transfer xəbərləri var ki, transfer danışıqları barəsində məlumatlar var ki, bir-bir onlardan sizlərə məlumat verəcəm. Sadəcə videonun sonuna qədər izləsəz, bütün bunlardan xəbərdar olacaqsınız. Bundan əlavə Qarabağın oyunun keçiriləcəyi məkan dəyişdirilib və eyni zamanda Qarabağın Çempionlar Liqasındakı oyunun biletləri artıq satışa çıxarılıb. Biletlər dəfələrlə bahalaşıb. Bu barədə məlumat alacaqsınız. Sona qədər videonu izləməyi, şərhlər bölümündə fikirlərinizi yazmağı, kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutmağı və zəhmətimizə dəyər vermək üçün videonu bəyənməyinizi, dəstək olmağınızı rica edirəm. Mən isə məlumatlara keçiriləm. Bəli, qış transfer pəncərəsi yaxınlaşır və Qarabağ komandası bir neçə transferi reallaşdırmağa hazırlaşır. Əsas namizədləri arasında Portuqaliya 2-ci liqasının təmsilçisi Portimonense'nin kapitanı Tamble Ulisses Falcao Monteirio'dur. Bu uzun adlı futbolçu Qarabağın əsas transfer hədəflərindən biridir. 24 yaşlı mərkəz hücumçunun Qarabağa keçidi real variant kimi dəyərləndirilir. 1,91 m boya malik olan forvard başla zərbələrdə və cərimə meydançasında topla davranışlarda xüsusi ustalığı ilə seçilir. Monteiro cari mövsümdə Portuqaliya 2-ci liqasında keçirdiyi 8 oyunda 6 gol vurub, həmçinin bir məhsullar ötürmə ilə yadda qalıb. O, Portimonense klubunda əsas heyətin ayrılmaz hissəsinə çevrilir və komandaya kapitanlıq edir. Millidə də uğurlu çıxış edən Tamble bu il Qvineya-Bissau yığmasının heyətində 8 oyunda 1 gol vurub. O, 2025-ci ilin martında Liberiyaya qarşı keçirilən Dünya Çempionatı 2026-nın seçmə maçında milli forma ilə debüt edib və elə həmin oyunda fərqlənib. Futbolçunun Portimonense ilə 2028-ci ilə qədər müqaviləsi qüvvədədir. Transfer dəyəri təxminən hal-hazırda 450 min avro, Azərbaycan manatı ilə desək 892 min manata bərabərdir. Qeyd edək ki, Qarabağ və Portimonense arasında əlaqələr bu yay Kamilla Duranın Ağdam klubuna keçidindən sonra xeyli möhkəmlənib. İki komanda arasında əməkdaşlıq barədə razılaşma da əldə olunub. Məhz bu isti münasibətlər sayəsində Tamble Monteiro'nun Qarabağa keçidinin qısa zamanda reallaşacağı gözlənilir. Əgər transfer baş tutsa, Monteiro həm gücü, həm də texnikası ilə Qarabağın hücum xəttinə əlavə dinamika gətirə bilər. Onun oyun stili Qarabağın hücum fəlsəfəsinə sürətli ötürmələr və cərimə meydançasına hava mübarizələrinə əsaslanan sisteminə tam uyğun gəlir. Tamble Monteiro Akademika de Coimbra akademiyasının yetirməsidir və Portuqaliyanın aşağı liqalarından yüksələrək Portimonense'nin əsas komandasına qədər gəlib çıxıb. Mən də düşünürəm ki, hündür boylu futbolçu, xüsusilə baş zərbələrindən qol sayı çoxdur. Qarabağın ən çatışmaz nöqtələrindən biri ikinci mərtəbədir deyə düşünürəm. Ona görə belə bir hücumçunun Qarabağa çox böyük faydası ola bilər. Siz nə düşünürsünüz? Fikirlərinizi şərhlər bölümündə yazın. Qarabağ azarkeşləri üçün ikinci xoş xəbərdə sizin nəzərinizə çatdırıram. Juninho Flamengo'dan ayrılır, Qarabağa qayıda bilər. Qarabağın sabiq futbolçu Juninho Olavia qışda komandasını dəyişmək niyyətindədir. Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard Flamengo'da qalmaq istəmir. O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün bu cür qərar verib. Juninho hətta komandanın 23 nəfərlik iştirak ərizəsinə belə daxil edilmir. Juninho'nun Qarabağa qayıtmaq variantı da var. Ağdam klubu yay transfer pəncərəsində onu heyətinə qatmaq istəsə də Flamengo'nun baş məşqçisi Felipe Luis buna mane olmuşdu. Qeyd edək ki, Juninho Olavia 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər Qarabağın formasını geyinib, daha sonra 5 milyon avro qarşılığında Braziliya klubuna satılıb. Sizcə, Olavia Juninho'nun Qarabağa qayıtması Qarabağ üçün faydalı olacaqmı? Juninho yenidən əvvəlki performansını göstərə bilərmi? Leandro Andrade uzun illərdir ki, stabil çıxışı ilə Qarabağ azarkeşlərinin rəğbətini qazanıb. Komandada Leandro Andrade ilə müqaviləni daha bir il uzatmaq niyyətindədir. Ağdam təmsilçisi yaxın günlərdə 26 yaşlı futbolçuya daha bir illik müqavilə təklif edəcək. Qarabağla hazırki müqavilə müddəti 2027-ci ilin iyun ayının 30-una qədər olan Kobe-Verdili yeni müqavilə imzalayırsa 2028-ci ilin yayına qədər Azərbaycan çempionuna məxsus olacaq. Andradeyə bir çox klublardan təklif olsa da, o Qarabağla yeni müqavilə bağlamağa
müsbət yanaşır. Sizcə Leandro Andrade Qarabağda qalmalıdırmı, yoxsa getməlidir? Bu barədə siz də öz fikirlərinizi yazın. Məncə Qarabağa kifayət qədər fayda verə bilən futbolçudur. Qarabağ Braziliyalı futbolçu ilə razılığa gəldi. Legioner futbolçumuz Matheus Silvanın müqaviləsi daha bir il artırılacaq. Ağdam təmsilçisi artıq Braziliyalı futbolçu ilə sözləşmə barədə danışıqlara start verib, tərəflər arasında böyük ölçüdə razılıq əldə olunduğu bildirilir. 27 yaşlı sağ cinah müdafiəçinin Azərbaycan çempionu ilə mövcud müqaviləsi 2027-ci ilin iyunun 30-una qədərdir. Qeyd edək ki, Qarabağ Mateusu 2023-cü ildə Bolqarıstanın Lokomotiv Plovdiv klubundan 280 min avro qarşılığında heyətinə qatmışdı. Sizcə Matheus Silva Qarabağda növbəti illərdə də fayda verə bilərmi, yoxsa daha yüksək səviyyəli sağ cinah müdafiəçisi transfer olmalıdır? Bu barədə fikirlərinizi yazın. Rusiya Premyer Liqasında meydan sulayan hücumçu Qarabağın hədəfindədir. Söhbət Rubinin hücumçusundan gedir. Qarabağ axtardığı mərkəz hücumçusunu Rusiya Premyer Liqasında tapa bilər. Əldə etdiyimiz məlumata görə Ağdam təmsilçisi Rubinin futbolçusu Merlin Dakunu transfer etmək istəyir. Köhnən atlar artıq bu məqsədlə hərəkətə keçib, lakin danışıqlar hələ ilkin mərhələdədir. Qarabağ Dakunu istəyirsə hələ bir qədər naz çəkməli olacaq. Ona görə ki, hücumçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Hər halda Ağdamlılar futbolçunu icarəyə götürmək istəyir. Maraq üçün qeyd edək ki, Daku Kosova komandası Ajvaliya yetirməsidir. Karyerası ərzində Lapi, Balkani kimi Kosova komandalarında, daha sonra Xorvatiyanın Osijek, Albaniyanın Kukesi, Sloveniyanın Mura komandalarında çıxış edib. O, Albaniya millisində keçirdiyi 11 maçda bir qolla yadda qalıb. 2024-2025 mövsümündə Rubinin heyətində meydana çıxdığı 26 Premyer Liqa maçında 15 qol vurub və 8 məhsuldar ötürməklə yadda qalıb. Ümumi 23 qolun vurulmasında iştirak edib. Dakunun transfer marketdəki hal-hazırki dəyəri 800 milyon avrodur. Həm maddi, həm də performans statistikasına görə karyerasının ən yüksək zirvəsini yaşayır. Düşünürəm ki, Rubin komandası bu futbolçunun Qarabağa keçidi üçün böyük məbləğdə təzminat tələb edəcək. Ən azı düşünürəm ki, 10 milyondan söhbət gedə bilər. Qarabağ komandası isə düşünürəm ki, belə bir təzminat ödəməyəcək hal-hazırki məqamda. Amma icarə əsasında Qarabağda çıxış etməsi mümkündür. Sizcə Qarabağ komandası bu futbolçunun düşərgəsinə qatsınmı? Fikirləriniz maraqlıdır. Son günlər Azərbaycan və Rusiya mətbuatında adı tez-tez çəkilən gənc Azərbaycanlı futbolçu, Azərbaycan əsilli futbolçu Ülvi Babayev Qarabağ komandasının hədəfindədir. Dinamo Moskvanın şərəfini qoruyan Azərbaycanlı hücumçu Ülvi Babayev karyerasını ölkəmizdə davam etdirə bilər. Əldə etdiyimiz məlumata görə 21 yaşlı futbolçu Qarabağın diqqət mərkəzindədir. Ağdam təmsilçisi sol cinah vingeri kimi də oynaya bilən soydaşımızı qış transfer pəncərəsi çərçivəsində heyətinə qatmaq arzusundadır. Maraq üçün qeyd edək ki, Ülvi 2 gün əvvəl Rusiya Kubokunun Krylia Sovetova qarşı keçirilən maçda 4-0 hesabı ilə Dinamo Moskvanın qələbə qazandığı oyunda hat-trik etməyi bacarıb. Bu mövsüm Rusiya çempionatında 5 oyunda şans qazanan futbolçu bir qolla yadda qalıb. Onun Dinamo ilə müqaviləsinin müddəti gələn il yayında başa çatacaq. Ülvinin hal-hazırda transfer market saytındakı dəyəri 350 min avrodur. Amma hər halda belə bir gənc futbolçunun Qarabağ transfer etmək istəyirsə, hal-hazırda transfer etmək istəyirsə, ən azı 1 milyondan keçməli olacaq. Növbəti ili gözləsə, Ülvi Babayev də növbəti ilə qədər başqa kluba keçməsə, heç bir təzminat ödəmədən Qarabağın düşərgəsinə qoşula bilər. Qarabağ klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının liqa mərhələsinin Chelsea ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə 10-cu turda keçiriləcək İmişli Qarabağ oyunu ilə 20-ci turda baş tutacaq Qarabağ İmişli görüşünün yerinin dəyişdirilməsini istəyib. Qarabağ klubunun rəsmi müraciətini, İmişli klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasına rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib. Belə ki, 10-cu turda komandalar Azərsun arenada üz-üzə gələcək və oyun Qarabağ İmişli görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabrda saat 17:00-da start götürəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə İmişli Qarabağ qarşılaşması kimi oynanılacaq.
qeyd edim ki, Chelsea ilə Qarabağ komandasının qarşılaşması var deyə bax belə bir addımı atdılar. Məncə düzgün addım idi, çünki çox ağır oyun bizi gözləyir. Dəyərli izləyicilər, Qarabağ komandasının Çempionlar Liqasındakı oyunlarından danışmışkən qeyd edim ki, Qarabağ komandası növbəti oyununu İngiltərə təmsilçisi Chelsea-yə qarşı keçirəcək. Oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda 5 noyabr tarixində başlayacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də veriləcək. Dəyərli izləyicilər, artıq bu gündən etibarən oyuna biletlər də satışa çıxarılıb. Təəssüf doğurucu məqamdır ki, artıq Qarabağın əslində daha çoxluq təşkil elədiyi sadiq azarkeşlər üçün o qədər də əlçatan olmayacaq biletlər. Çünki biletlərin qiyməti kifayət qədər bahalaşıb. Belə ki, hal-hazırda standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50 və 75 manatdır. VIP sektorların qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır. Gördüyünüz kimi, dəyərli dostlar, həm VIP sektorlar, həm standart biletlərin qiymətləri kifayət qədər bahalaşıb. Maraq üçün qeyd edim ki, hal-hazırda yalnız qapıların arxasındakı 3 sektor, daha doğrusu 6 sektor, hər qapının arxasında 3 sektor 10 manat qiymətindədir biletlər, digər sektorlar daha bahadır. Amma əvvəlki oyunlarda 5 manatlıq sektorların sayı kifayət qədər çox idi. Və bu, Qarabağın sadiq azarkeşlərinin çoxluq təşkil etdiyi kasıb təbəqələri üçün əlçatandır və biletlər alıb meydana gedə bilirlər. Mən düşünürəm ki, Qarabağ komandası böyük bir səhv addım atır. Çünki həmin ki, sadiq azarkeşlər biletlər ala bilmədikdə komandadan küsəcəklər və növbəti oyunlarda və yaxud çempionat oyunlarında bax, komandanın yanında olmayacaqlar. Hansı ki, indi imkanı çatan, bahalı biletlər almağa imkanı çatanlar Qarabağın çempionatdakı oyunlarına getməyəcəklər. Bunu da nəzərlərinə çatdırmaq istədim. Bilet satışı ilə bağlı ötən dəfə ciddi problemlər yaşanmışdı. Düşünürəm ki, bu dəfə də həmin problemlər yaşanarsa, bu narazılığa səbəb olacaq. Qarabağ komandası hansısa tədbirlər görməlidir ki, kimlərsə biletləri kütləvi şəkildə alıb, daha sonra stadionun qarşısında baha qiymətə satmasınlar. Dəyərli dostlar, bu sizə çatdıracağımız sonuncu xəbər idi. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Sizcə Qarabağ-Chelsea görüşü necə bitəcək? Və digər transfer xəbərləri haqqında da fikirlərinizi yaza bilərsiniz. Ekranda gördüyünüz videolardan birini izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşərik, hələlik.